canımdan bilmişəm. Bu Qarabağ müharibəsi elə bir ocaq olmayıb ki, ora təsiri, bəli. Mənim də yoldaşım könüllü gedib 40 yaşında, qismətində şəhid olmaq olmayıb, salamat qayıdıb, qardaşım da iştirak edib, nəysə qohum əqraba iştirak edib. Deməyim odur ki, yazırdım həmişə, şairiyəm mən, şəhidlər haqqında şeirlər yazırdım. Sonra qərara gəldim ki, bu 44 günlük müharibədən sonra hələ bir kitab halında yazıldım bunları yerə. Neftçaladan olduğuma görə öz rayonumuzdan, Bayınkamatdan götürüb siyahı 90-cı ildən, demək 2023-cü ilin yanvar ayında kitabı tamamladım. O vaxta qədər olan bütün şəhidlərin, yəni siz demişkən, ayırmadan, fərqi nədir? Hamısı bu torpaq uğrunda canlarını verib. Mən onda araşdıranda, Google-də axtarış verəndə, mən onda gördüm ki, həqiqətən də biz öz xalqımızla fəxr eləməliyik. Bizim xalqın istəyir kişisi, istəyir qadını, istəyir cavanı, istəyir qocası çox məğrurdur, çox mərddir, qeyrətlidir. Zaman gələndə, məqam gələndə onların o qeyrətləri Bahadur kimi, Müşfiq kimi oğlanların, qeyrətli oğlanların qeyrəti vulkan kimi püskürür. Bax, qəhrəmanlıq o zaman yaranır. Qəhrəman, bəlkə də çox qəhrəmanlar var gözümüzün önündə, biz onları görmürük. O qəhrəmanlığı bilinmək üçün məqam yaranır. Bahadur bir ailə əskər oldu, Rusun o cür güclü vaxtında pulsuz, parasız, həmin o Rus əskəri geyimində yük maşınında qaçdı. Neydi ona vadar eləyən? Qeyrət. Mən nə olsun ki, Neftçalarəm? Mən nətər onu sevməyə bilərəm? Müşfiqin haqqında oxuyanda, Müşfiq, siz demişkən, başlayanda erməni lənət olmuşun Rusun köməkliyi ilə müharibəni başlayanda, işğalçılıq müharibəsini başlayanda, Müşfiqin onda nə yaşı var idi ki, 70-ci il təvəllüddür, 22-23 yaşı. Müşfiq qardaşları ilə bərabər onda vuruşmuşdu. Sonra işğal olundu Ağdam, Bakının kəndlərinə qaçqın düşdü. Orada da gecəsi gündüz ancaq intiqam haqqında düşünmək idi. Yəni o bir nəfərdən getmir söhbət. Belə oğlanlarımız Allah'a milyon şükür ki, minlərlə, 10 minlərləndir, milyon şükür. Bu bizim xalqın qəhrəmanlıq potensialıdır ki, hər bir evdə qəhrəman böyüyür. Şükür olsun. Sağ olsun belə analar. Belə anaların əlindən, ayağından öpməliyik ki, onlar süd əvəzinə qeyrət təmizdir bu oğullara. Müşfiq ikinci müharibə başlayanda bir getdi komissarlığa, onu demişlər ged gözlə. Axırda davı ilə, oğlanları ilə davı ilə ki, mən oradan mütləq iştirak eləməliyəm. Getdi, hətta 3-cü oğlunun yaşı düşmürdü, onu apara bilmədi. Onun danlayanlar da olanda deyirdi ki, yox, mən burada olmalıyam. Bax, o sübut elədi. Şükür, o oğlanların hesabına azad oldu torpaqlarımız. Allah'a milyon şükür. Siz demişkən, xalqımızın o məğlub durumundan xilas oldu. Milyon şükür. Alnımız açıqdır, torpaqlarımız dağıdılmış da olsa Allah lənət eləsin erməniyə, Rusa. Dağıdılmış da olsa torpaqlarımızı geri aldıq, yenə bərpa olacaq. O oğlanlarımızın da ruhu şad olsun. Allah qəni-qəni rəhmət eləsin. Allah bir də xalqımıza belə faciələr yaşatmasın. Mən yazdığım kitablardan, demək, o Neftçala şəhidlər haqqında yazdım, 213 şəhid haqqında. Sonradan istədim qazilər haqqında yazım. Qazilər haqqında yazanda yenə bir 6-7 demək, Neftçala rayonundan olan hərbiyə ömrüm bağlanmış qəhrəman şəhidlərimiz haqqında yazdım. Və Neftçala qaziləri haqqında yazanda hamınız bəlkə tanıyarsınız, Yusuf Süleymanlı, demək, Abdal kəndinəndir. O məndən xahiş elədi ki, bəs görürəm də vəziyyət üz, onda təzə yazırdım kitabları, görürəm ki, üzüzdən gözüzdən yorğunluq tökülür. Amma ki, istəyərdim bizim də kəndin belə qəhrəman oğulları var, onların haqqında yazasınız. Sözün düzür, yəni mən tanımıram, bilmirəm. Onun, nə deyim, sözü ilə Müşfiq rəhmətli haqqında yazdım. Sonra Nübar nənənin 3 şəhidi, onlar haqqında, sonra siz, nə deyim, sizin qardaşınız haqqında məlumat aldıqca, sonra da Arifə xanım
demək, sosial şəbəkədən məni tapdı. Bahadur haqqında məlumatları göndərəndə mən artıq gördüm ki, bunun haqqında yazmamaq olmaz. Bunun haqqında daha çox məlumat əldə edeyim ki, daha çox da yazım. İndi nə qədər yazmışam, nəyə gücüm çatıb əldə elədiyim məlumatlar qədər halal xoşları. Elşən bəy, siz söz. Mənə hələ bu kitabları demək təqdim edəni fevral ayında Arifə xanım sizin adınızı verdi, onu da yazmışam. Sizə təqdim edəmək istəyirəm. Allah sizə də kömək olsun. Allah əziyyət çəkən hər kəsə uzun ömür versin, can sağlığı versin. Yəni, biz kişilərin üzərinə döyüşmək düşürsə, birinci dərəcədə analarımızın üzərinə düşürdük. Analar qəhrəmanlıqlar yetişdirib, bunların sayəsində bu qələbiyə çatmışıq. Yəni, üzdə onda nəzərə salım ki, ermənidən fərqli olaraq biz Xocalıda 13 yaşında qızın dərisini soyub divara mismarlamadıq. Amma onların, qız uşaqlarının, anaların dədələri ilə birlikdə su, çörək verib yola saldıq. Yəni, biz türkük, onlar erməni. Bizim fərqimiz bundadır. Nə yaxşı ki, türk. Bunu unutmaq olmaz. Bəli, yəni bizim ermənidən fərqimiz budur. Bütün erməni xalqı zorbalayan, düşünsün ki, zorbalayanın nəvələri. Biz düşmənçiliyə aparsaq da kişi kimi aparmışıq. Mərdanı, ömür Bunu bütün dünya dahiləri, və erməni xalqı başa düşdü ki, elədikləri qələtin altında heç vaxtda yata bilməzlər. Əgər bizlə onlar Xocalıda, qonşu kəndlərdə qarşılaşsaydı, yəni şəxsən mən onlardan keçməzdim.